Ümumiyyətlə bu layihəni başlayan Türk Akademiyası rəhbərliyinə, gələn qonaqlara, ali təhsilimizin rəhbərlərinə ki, dəyərli vaxtlarını ayırıb gəliblər. Qısa deyəcəm ki, mən hesab edirəm ki, bu bir tarixi missiyadır ki, Türk dövlətləri arasında akademiya üzərinə götürüb və bütün Türk dilli dövlətləri səfərbər edibdir. Bilirik ki, 1974-cü ildən Avrobarometr var idi. Sonra Afrobarometr oldu, Ərəb barometri var və müxtəlif barometrlərlə burada çox gözəl, üzr istəyirəm kimsə desə, Sahib müəllim dedi ki, bizi həmişə başqaları öyrəniblər, başqa barometrlərlə bizi ölçüblər və biz bugün burada ki, Azərbaycanda bilirik ki, keçən il Türkiyədə təqdim olunub. Ümumiyyətlə, bu bir tarixi missiyadır ki, artıq Türk dilli dövlətlərin özünün barometri var. Onlar öz, belə deyək, spesifik, coğrafi, siyasi, iqtisadi, elmi bu sahələri özləri araşdırıb və özləri həm problemləri görə, həm onlardan çıxış yolu tapa bilərlər. Yenə də deyirəm, şəxsən bu mənim subyektiv fikrimdir. Dünyada bir Türk barometri olmalıydı və bu yaradılıb və uğurla inkişaf etdirilir. Bu, belə deyək, özü dünya elminə, belə deyək, və Türk dilli dövlətlərin elmdə iddialarını ortaya qoyan çox ciddi bir məsələdir hesab edirəm. Mən buna beynəlxalq tədqiqat qrupunun üzvü kimi gerçəkdən də qürur duyuram. Çox gözəl fikirlər səsləndi ki, biz hələ ki əlimizdə data var. Biz o datanı mənimseyincə, biz onu təhlil edib nəticələr çıxardınca bu olduqca vacib məsələdir və digər tərəfdən biz elm təhsil sahəsində bir data da yaradılır, ortaq data yaradılır. Qaldı ki, bu bütün sorğularda sosial elmlərə olan maraqlar. Mənə elə gəlir ki, olduqca düşündürücü məsələdir. Mən hesab edirəm ki, çox gözəldir. Çünki texnoloji sahədə bilirik ki, bu onsuz da zamanın çalışı diktəsi var, bu gedir. Amma bu ictimai elmlər sahəsində əlaqələr birliyi razı olaq ki, möhkəmləndirən kimliyi, Türk kimliyini ortaq keçmiş, ortaq gələcəkdə ictimai elm daha çox söz deyə bilir. Yəqin ki, bunu belə deyək ki, bu da tarixin sınağından çıxan məsələdir. Ümumilikdə mən bu layihənin çox uzun ömrü olmasını və daha çox ölkələri əhatə etməsini, cənab prezidentimiz dediyi kimi, Türk coğrafiyası ancaq Türk dövlətlərlə deyil, başqa ölkələrdə yaşayan milyonlarla Türklərlə, Türk vətəndaşlarla ölçülür və bu baxımdan mən arzu edirəm ki, həmin o coğrafiyalarda biz gələcəkdə əhatə edə biləcəkdir. Mən Türk Akademiyasına, bütün Türk dilli dövlətlər təşkilatlarının belə deyək, profil təşkilatlarına uğurlar arzu edirəm. Təşəkkür edirəm.